nə baş verdi? 2014-cü ildən və yarısından başladı. Xüsusi olaraq noyabr ayında OPEC-in bir yığıncağı iclası oldu. Orada hamı hesab edirdi ki, o 100-dən aşağı düşdü. Hamı hesab edirdi ki, o vaxtı OPEC bir belə qərar qəbul edəcək ki, qoymasın. Bunun qiymətinin düşməsini qabağını alsın. Ancaq bu olmadı. Burada siyasi məsələlər ortalığa çıxdı. Xüsusilə mən deyərdim ki, bunlar Rusiya və Avropa siyasi belə deyək, toqquşması, sanksiyaların Rusiyaya qarşı verilməsi, eyni zamanda deməli Rusiya, Krım, Rusiya və Ukrayna məsələləri, sonra isə siz bildiyiniz kimi yaxın şərqdə olan hadisələr və s. və axırda Rusiya, Türkiyə konflikti və s. Bu siyasi məsələlərin üzərində bu neftin qiyməti aşağı düşdü. İqtisadi cəhətdən isə birinci Amerikada 2-3 ilə təxminən 4 milyon barel gündə neftin deməli artırılması, hasilatın artırılması. Bu da o biz deyirik ki, şiş neftinin hesabına oldu. Onu heç kəs. Bir neçə qanunlar qəbul etdi Amerika Birləşmiş Ştatları. O cümlədə ömründə Amerika Birləşmiş Ştatları öz neftini ixrac etmirdi. Ancaq onlar bu qadağanı götürdülər və imkan verdilər ki, ixrac olunsun. İxrac başladı. Və siz bilirsiniz ki, nəinki neft. Eyni zamanda onlar bir gün bu maye qazı da maliyyələşmiş qazı, Aysal, onu da şiş qazını yerindən bir 5 dənə tanker Avropaya göndərdi. Ona görə bilirsiniz, bu çox faktorlar buna və neftin qiyməti düşdü aşağı. Ancaq mən sizə deyim, bu çox davam edə bilməzdi. Bunu hamı başa düşdü. Ümumiyyətlə, neftin qiyməti aşağı düşdükcə o tədbirlər ki vardı və o şirkətlər ki vardı, cəlb etmişdi Amerika Birləşmiş Ştatları şiş qazının deməli hasilatının artırılmasına, onların da himayə dəyəri var. Bu o qədər aşağı düşdü ki, bu şiş qazı ya şiş neftini istehsal edən şirkətlər onu başladılar azaltmağa hasilatı və bunu ya konservasiya elədilər, ya da ki tamamilə bunu öyle. Ne için? Bak bir ildə Amerika Birləşmiş Ştatlarının hasilatı 1 milyon yarım barel, 1 milyon barel gündə azalıbdır. Bak bu azalır. Bu bir faktor çıxdı aradan. İkincisi faktorlar odur ki, siz bilirsiniz ki Liviya ilə İran onların o sanksiyadan əvvəl yaxud hansısa məlum belə deyək hadisələrdən əvvəl Liviya böyük bir İhrac edən ölkə idi, neft ixrac edən ölkə. İran eyni zamanda 4 milyon barel gündə bunlar neft istehsal edildi, təxminən 200 milyon ton. 200 milyon ton. Ancaq bunlar düşdülər 1 milyon yarıma. İndi bunu artırırlar. Liviyada eyni belə bir kurs götürüb ki, artırsın bunu. Bu iki faktoru nəzərə almaq lazımdır. Və ümumiyyətlə, bir gün əgər dünyada baxsaq, 3 dənə ölkə var, hansı ki, bunu doğrudan da artıra bilərlər. Hasilatı artıra bilərlər ki, qiymətə təsir olsun. Biri Saudi Ərəbistandır, biri İrandır, biri də Liviya. Başqa ölkələrdə bir gün belə də imkan yoxdur. Nə Meksika, nə Venezuela, nə Azərbaycan, nə Qazaxstan, nə Rusiya, nə Norveç, nə var. Heç birində bir gün belə real bir imkanlar bunu artırmağa belə deyək, böyük bir dərəcədə də, yəni bu dünya miqyasında bir təsir etsin. Belə bir imkan heç kəsdə yoxdur. Ona görə bu üç ölkə bu gələcəkdə bu üç ölkə həll edəcək. Neftin hasilatının artırılmasını və bu hasilatın artırılmasının neft qiymətinə təsirini. Bu üç ölkədən asılıdır. Ona görə bilirsiniz, bunu hamısı başa düşüb. Eyni zamanda bu aşağı düşmə, bu maya dəyərinə artıq gəlib yaxınlaşmaq neft qiymətinin maya dəyərinə. Bu nə verir? Hamısı şirkətlər, bütün ölkələr öz xərclərini azaltdılar. Neft şirkətləri də. Yəni kəşfiyyat işləri
kəskin şəkildə düşdü aşağı. Yeni yataqlar açılırmı, açılmır. Bir neçə ildən sonra bu bugünkü tədbirlər mənfi təsir edəcək. Neft belə deyək, sənayesinin inkişafına çox mənfi təsir edəcək. Və bu nəyə gətirəcək? Yenə hasilat aşağı düşəcək və hasilat aşağı düşdükcə qiymətlər qalxacaq. İndi artıq o proses başlayıb ki, qiymətlər qalxır. Tamamilə. Artıq başlayıb. Bunu da hamı başa düşür. İkinci tərəfdən isə bu aşağı, mən dediyim kimi, neftin qiyməti aşağı düşdü. Bu şişt nefti onlar görürsünüz aşağı düşdü. Ancaq qalxdıqca onlar da başlayacaq hasilatı artırmağa. Ona görə burada indi nə üçün deyirsiniz ki 50 dollar, 60 dollar və s. Mən də hesab edirəm ki, baxmayaraq ki, Katarda keçirdiyimiz orada müşavirədə, iclasda heç bir qərar qəbul olunmadı. Yəni siz bilirsiniz də orada dondurmaq məsələsi vardı ki, neft hasilatını dondurulması məsələsi ki, heç kəs daha artırmasın neft hasilatını. Qərar qəbul olmadı. Ancaq ona baxmayaraq neftin qiyməti başladı qalxmağa yuxarı, indi 49 dollardan artıqdır. Və bu, mən hesab edirəm ki, ilin axırına kimi də bir balaca artacaq. Ancaq 60'ı siz düz dediniz, keçməyəcək. Nə üçün? 60'ı keçən kimi yenidən başqa proseslər baş verəcəkdir. Və onu imkan verməyəcək ki, hələ ki artsın. Üçüncü, mən yenə deyirəm, bir böyük məsələ, o da qlobal iqtisadiyyətin inkişafıdır. Görək, hansı kontinentlər, hansı ölkələr və s. gələcəkdə necə inkişaf edəcək və onların neftə tələbatı, neft məhsullarına tələbatı, ümumiyyətlə enerji resurslarına tələbatı, trendləri necə olacaqdır. Biz də hesab edirik ki, bu proqnoz o qədər 2016-cı ildə böyük bir kəskin sürətdə artmasını biz gözləmirik. 2017-ci ildə ola bilsin ki, mən şəxsən hesab edirəm ki, bunları təhlil edərək hesab edirəm ki, 5-10 dollar bəlkə yuxarı qalxacaq. Neftin qiyməti qalxacaq, aşağı düşə bilməz. TESFA ilə bağlı məsələ nə yerdə qaldı? Alırıq biz, almırıq biz, qoşuluruq biz, qoşulmuruq biz. Bunlar satırlar, satmırlar. Yunanistan'a biraz belə bağlamaq olmur da, bilirsiniz. Düzdür. Bu ilin axırına kimi onlar demişlər ki, bu məsələ həll olunacaqdır. Yəni, ya Avropa Komissiyası qəbul etməlidir ki, burada Avropa İttifaqının qanunlarının ziddiyyəti yoxdur. Ya da ki, çox daha şey olmasın deyənə, deyiblər ki, biz belə eləyin ki, siz 17% kimisə satın, qoy orada 49% sizin də olsun. Sizin 49%'niz qalsın orada, biz onu təsdiq eləyək. Və bu barədə büyük danışıqlar gedir. Yəni Azərbaycan razıdır buna ki 17%. Bizim üçün o qədər də fərq etməz. Biz buna razıyıq. Onda o 17%'i biz sınam şirkətinə, İtaliyanın sınam şirkətinə onu verəcəyik, satacaq və bununla da mən hesab edirəm ki, DESFA-nın bu məsələsi bitəcəkdir. Natiq müəllim, təşəkkür edirəm ətraflı müsahibə üçün.